bizim yanımızdadır dəlixana. Yəni bizi indi oradan polislər keçirdi da bəri. Araz marketə giriblər. Araz marketdəki 2 dənə qızların üstünə bıçağı çəkiblər. Həmən Əclaf Əhməd. O çəkib, kassadan pul götürüblər. Polisləri öldürüblər. 2 dənə deyir polis, ikisi ölüb, biri yaralıdır. Bütün hər yer qandır orada. Sonra həkim varmış orada, kişi həkimi. Onun böyrəyindən bıçağı soxub, çıxardıb. Arvad orada işləyir axı. Arvad qaçıb oradan, gəlib evə. İndi də polislər bizim bütün küçədə mikrofon əllərində maşınla. Xahiş edilir, qapılarınızı bağlayın, küçəyə çıxmayın, diqqətli olun, telefonunuz əlinizdə olsun, bir şey olan kimi bizi yığın. Filan nömrə, filan kəs, hamısı qaçıb deyir. 10 nəfər özü ilə aparıb, Əhməd 10 nəfər özü ilə aparıb. Hardan çıxardıb, nə tər çıxardıbsa, deyir, axşamdan planlaşdırıblar bunu. Axşamdan eləyiblər, özü ölən də deyir, 2 dənə cavan uşaq, körpə qızları, birinin uşağı var, birinin uşağı yoxdur. O yaralının da deyir, hələ vəziyyəti yaxşı deyil. 3-4 dənə də skoru var kəndin içində bu dəqiqə, burada bizim yanımızda.